Fatimə Zəhra salamullah aleyha Ərəb camiəsinin baxışında, ümumiyyətlə o dövrün, yəni o feodal dövrünün baxışındakı qadın obrazının bütün məhdudiyyətlərini yırtdı. O qadın xofu, sindromlarını aradan apardı və ayağa qalxaraq bəyan elədi ki, Allah qadınlara bu hüquqları verib. Allah qadınlara mülki hüquqları verib, sosial hüquqları verib, siyasi azadlıqları verib, söz azadlıqlarını verib və bununla da o atacağı o fədək xütbələrindəki ifadələri ilə bəyan elədi ki, İslam qadına nə qədər azadlıq verib. Yəni, mən elə ki, müasir dünya xanımlarının, mübariz dünya xanımlarının Fatimədən üstün nümunə götürəcək ikinci bir xanım yoxdur. Nə tarixdə qəhrəman kimi tanınan Janna d'Arclar bu cür düşüncədə qiyam eləməmişdilər. Onlarınki silahlı üsyan idi. Belə də ki, mövcud durumda öz hüquqlarının bərpasını edəcək qədər. Amma xanım Fatimə Zəhranın iddiası fəddəh bağlarını geri almaqla məhdudlaşmırdı. Xanım Fatimənin iddiası imamətin müdafiəsidir, Peyğəmbərin müdafiəsi. Yəni, şücaətərin qadını idi, ən şücaətli qadını idi öz dövründən qiyamətə qədər.